Üçüncü tip insanlar qərar vermə məsuliyyətindən qaçan insanlardır. Xüsusilə də verdiyi qərarın yanlış olacağı təqdirdə ağır bir günahkarlıq hissi daşıyacağından qorxub, qərar vermənin məsuliyyətini öz üzərinə götürəcək insanlar axtaranlar. Hansı ki, narsistlər qərar verən mövqedə olmağı sevirlər, ona görə də bu tip insanlarla münasibət mütləq şəkildə bir nəticəyə varır. Dördüncü tip insanlar özünü dəyərsiz, hörmətə, sevgiyə layiq olmayan biri kimi görənlərdir. Hansı ki, narsistlər əgər özlərinə sərf edirsə, bir insanı göyə qaldırmağı yaxşı bacarırlar. Və həmin o özünü dəyərsiz hiss edən insan əgər bir narsist tərəfindən dəyər görürsə, bu hiss ona o qədər xoş gəlir ki, qapılıb onun arxasınca gedir. Ancaq təəssüf ki, o vaxt ayılır ki, narsist onu göydən yerə endirəndə. Bu və bu kimi xüsusiyyətlərə sahib insanların narsistlərlə qarşılaşma ehtimalı daha çoxdur.